Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı, doyumlu salatın hazırlanmasını sizinlə paylaşıram. İstər adi günlərdə, istər özəl günlərdə hazırlaya biləcəyiniz çox asan bir salat reseptidir. Buna qəlyan altı da demək olar. İndi keçək hazırlanma qaydasına. Salatı lavaşla qat-qat hazırlayıram. Onun üçün xiyar turşusu, toyuğun sinə əti, yer kökü, yumurta, bir də Holland pendiri götürmüşəm. Toyuq ətini əvvəlcədən duzlu suda bişirmişəm, qalıb tam soğuyub. Bişirdiyim 250 qram toyuq sinə ətini çəngəllə didirəm. Kimə necə rahatdır, o şəkildə də doğraya bilər. Əllə də didə bilər, blenderdən də keçirdə bilər. Salatı 2 qat hazırlayıram, ona görə də ərzaqları o ölçüyə görə götürmüşəm, amma əgər 1 qat hazırlamaq istəyirsinizsə, onda yarı ölçüdə də ərzaqlardan hazırlaya bilərsiniz. Bişirdiyim yer kökünü, yumurtanı, xiyar turşusunu sütkəcin iri gözündən keçirdirəm. Holland pendirini isə videoda göstərdiyim kimi sütkəcin xırda gözündən keçirdirəm. Hamısını rəndələyib boşqablara yığmışam. Xiyar turşusu salatı çox nəmləndirməsin deyə belə gördüyünüz kimi suyunu sıxıram, kənara atıram. Lavaşın üstünə çəkmək üçün soğuz hazırlayıram. Qaba 250 qram mayonez, 250 qram da xama əlavə edirəm. Mən xama ilə mayonezi qarışdırıram, amma istəyə görə tək mayonezlə ya da tək xama ilə də bu salatı hazırlamaq olar. 2-3 diş sarımsaq götürmüşəm. Sarımsağı da qaba rəndələyirəm. Sarımsaq zövqə görədir. Sarımsağı istəməyənlər əlavə etməyə də bilər. Zövqə görə duz, qara istiot səpib yaxşı-yaxşı qarışdırıram. Salat üçün belə gördüyünüz kimi xırda ölçülü, çox da qalın olmayan nazik lavaş almışam, 10 dənəli. Boşqabın içərisinə lavaşdan sərirəm. Üstünə hazırladığım mayonezli qarışıqdan qoyub lavaşın hər yerinə çəkirəm. Birinci sıradan didmiş olduğum toyuq ətindən əlavə eləyirəm. Ərzaqların hamısını 2 yerə bölürəm. 2 qat hazırlayacağım. Ona görə də ərzaqları hamısını 2 hissəyə bölürəm. Yenə lavaş qoyub üstünə mayonez çəkib ikinci sırada yer kökün əlavə eləyirəm. Yenə lavaş əlavə eləyib eyni qaydada soğuş çəkib üçüncü sırada xiyardan əlavə eləyib hər yerinə yayıram. Salatı hazırlayanda sıralamada öz zövqünüzə qalıb. Yenə lavaşa soğuş çəkəndən sonra yumurtanı da yenə 2 hissəyə bölüb yarı hissəsini lavaşın üstünə töküb hər yerinə yayıram. Birinci qatı hazırlayandan sonra ikinci qatı da elə eyni qaydada lavaşların üstünə soğuş çəkib rəndələdiyim ərzaqlardan əlavə eləyirəm. Tam bitənə qədər birinci sıranı hazırladığım qaydada, ikinci sıranı da eyni qaydada hazırlayıram. Salat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Salata 9 lavaş istifadə elədim. Bu artıq sonuncu 9-cu lavaşdır. Qalan soğusun hamısını lavaşın üstünə çəkirəm. Sonra rəndələnmiş pendirdən lavaşın üstünə əlavə edib hər yerinə yayıram. Az hissəsini də salatın yanlarını bəzəyirəm. Salatı bu qaydada hazırlayıram. Süfrəyə verəndə üstünün daha gözəl görünməsi üçün videoda göstərdiyim kimi bıçaqla üstündə kəsiklər atıram. Tam sonacan kəsmirəm, elə sadəcə görüntü üçün üstündə bıçaqla kəsiklər atıram. Üstünü şüyüddən bir də narla bəzəyirəm. Bu qaydada hazırlayıb soyuducuya qoyuram. 1 saatdan sonra artıq kəsib dadına baxmaq olar.
Asan hazırlanan dadlı, doyumlu salatdır. Kəsəndə də heç bir dağılma olmur. 2 gündə qalsa elə bu qaydada heç bir dağılma olmur. Çox yaxşı vəziyyətdə qalır. Bayram öncəsi 2-3 gün əvvəl hazırlayıb soyuducuda da saxlaya bilərsiniz. Çox dadlı bir salatdır. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.